Haberi bir tarih yapın. Buyurun müəllim, şikayətiniz nədən ibarət? Buyurun. Şikayətimiz haqlara girməkdəndir, başqa heç nə. Bu qarajda işləmişəm, neçə illər. Bu qarajın vəziyyəti budur. Ancaq basıb yeyiblər, dağıdıblar, gəlib neçə maşın yığıb düzəltmişəm. Onunla belə haqqıma giriblər, pulumu mənimsəyir Qurbanəli. Bu da qarajın vəziyyəti. Qurbanəli şirkətin direktoridir. Hansı marşrutda işləmişsiniz? Marşrutda 170 nömrəli marşrut işlətmişik. Bugünkü gündə də hər şey sıfıra çıxıb, keçirdib şirkətləri indi başqa oğlunun adına 10 milyon borcla bu vəziyyətdədir qaraj. İndi də keçiblər zavçasları satmağa. Bu Mehmet müəllim deyilən şəxs nə istəyir, nə etmək istəyir? Bu cür haqlara girirlər, həm dövlətə, həm də sahibkarlara. Mən kasıb adamam, mənim nə qədər niyə pulumu keçməlidir alınam? Başqa yerin pulunu gətirib qoydum buna, bu da mənim başıma o belə oynasın. Tək mən yox, cəhərmələr sürücülərə 5 aylı sürücü çıxıb pravasını işə gedib. Cəmaatın 2 uşağı, 3 uşağı var. Belə şey olur. Bu qurban kimdir ki, bu dövləti bu qədər fırlatsın? Yəni siz söylüyorsunuz ki, bilərəkdən yazır onu. Bilərəkdən yazır o cərmələri. Yəni ki, mənim şəxsən cərməmi pravamı 3700 manat cərmə vurub. İşdən çıxandan sonra ben keçən il işdən çıxmışam, 3700 manat pravama cərmə vurub. Xeyr ola, 3700 manat cərmə var. Pravada gibi bir şey. Pravam da gedib, bəli bir şey niyə? İşləməyə hamımızın Mən işdən çıxandan mənim 150 manat cərməm vardı, indi olub 3700 özünüzü manat. təqdim edin. Adınız nədir? Sizin sürücülük vəsiqənizə cərməni hansı qurum vurub? Hansı qayı vurub? Qay vurub. Bəli, sorğu göndərir qayıya, qayda vurur pravalara. İşləməyən kimdir? Qay neynəsin? Qayıya Qurbanəli göndərir. Qay neynəsin ki onu? Pravama 3700 manat cərmə vurur. Mən də 7 dəqiqə qalmışam işsiz, 3 dənə uşağım var, heç yanında işləyə bilmirəm. Eləyən şərəfsiz Qurbanəlidir bunların hamısını. Bütün bunların hamısı başımıza gətirən o Qurbanəli adına da demək istəmirəm. İnsanlıqdan xəbəri olmayan sahibkar. Bütün hamının pravasına... Mən ətraflı məlumat verim, sürücülərin çoxsu və qazi qardaşlarının çoxsu əsəbi olduğuna görə, aqressiv olduğuna görə fikirlərini tam izah edə bilmirlər. Bura keçin. Belə keçin, gün düşür. Bax, gördüyünüz qazi qardaşımız, Səid qardaşımız Azərbaycan Respublikasının prezidentinin 6 medalı ilə təltif olunub, sərəncam ilə. Həmin Qurbanəli adlı şəxs bax, bu avtobusların adına pul yazdırıb, o pulla Coradildə obyekt alıb. Həmin vaxtda da Coradildə obyekti aldığı şəxsdən icarəyə götürüb Səid, ora təmir xərcləri, bütün çekləri, sübutları da var. Çəkib. Gəlib Qurbanəli obyekti alandan sonra Səidi də oradan uzaqlaşdırıb və sürücü qardaşlarımıza necə edir? Bir il bundan qabaq həmin adamlar bu maşınlarda sürücü olublar. Bir ildən sonra bu maşınlardan sürücü kimi bir il bundan qabaq çıxırlar. İndiki şoförlər etdiyi cərmələr, radarları, sorğu göndərilir qaraja ki, sürücü kimdir, pravasını verin. O götürür, bir il bundan öncəki sürücülərin pravasını verir, onlara yazdırır cərməni. İndiki sürücülərin cərməsini götürür, onlara yazdırır. Nə var, biz işdən çıxmışıq da, işləmirik deyən biz elə bir... Mən şəxsən işdən çıxmışam, pravamı da təzə almışam. Abi görürəm ki, mən Sabunçu rayonunda mən heç orada işləməmişəm, eləməmişəm. Mən heç orada Allah bir yadıma gəlmir, Hasan getmişəm Sabunçu rayonuna. Orada mən 50 manat cərimə 2 balda göndərib pravamı. Buradakı gördüyünüz sürücülərin hamısına bugünkü gün üçün heç birisi buranın sürücüsü deyil, amma bir ildə artıq buranın sürücüsü deyirlər, hamısına şey gəlir, cərimə gəlir. Qardaşım biri özüm. Mən Qasımov Zahar Naziroğlu may ayının 25-də işdən çıxmışam. Məni öz ərzəmlə, öz xahişimlə işdən çıxmışam. Qol çəkib peçat vurub, bu onun yazdığı yazıdır. May ayında işdən çıxmışam, avqust ayının 17-sində mənə 660 manat cərimə gəlir. Gedib qayda yoxladıram nədir? Deyir ki, Texas motor sığortadır 45 manatdan. Bunlar da qalxıb olub indi 800-900 manat. Heç bir maşını... Gedib deyirəm ki, müəllim, bəs bu nə ilə bağlıdır? Mən may ayında sizdən işdən çıxmışam, avqust ayında cərimə gəlib. Deyir, get bu məsələni qayi ilə həll edir. Deyirəm ki, qayiyə mən gedirəm, deyirəm ki, mən narşin eləmişəm, deyir yox. Deyirəm ki, cəriməm var, deyir yox. Deyirəm, bəs bu nədir? Deyirsən, sürdüyü maşın Texas motor sığortası. Deyib özünə deyirəm, deyir əlin hara qəlbi də aparıb qoyarlar. Belə şey olmur ki, 10 ildə onun yanında iş işləmişəm. Nə raşatın oyun verilib, nə heç bilmişəm ki,
Nə alıram, neynirəm. Nə maaş almışıq, heç bir şey. Öz illərdə Bundan qabaq, Ha? bundan qabaq O- getmişəm bir dəfə. burada bank- şükür- Bundan qabaq gedib bankdan bir dəfə pul götürmüşəm. 700 manat gedib cərimələrimi ödəmişəm. Təzədən prava gedib almışam ki, bu işdən çıxıram da, ta pravam bura yazılmasın. Heç orada o prava ilə işləməyə təzədən 700 manatda yüklənmişəm. Kimə də deyirəm, deyir ki, mənlik gör, get. Gedirsən yanına, deyir get məhkəməyə deyir. Məhkəməyə Manuel müraciət şirkətinə elə. deyir. Gedib haqqı tələb eləyirsən, deyir get məhkəməyə şikayət elə. Ümumilikdə neçə şoferdir şikayətçi? Şoferin burada bir qismi buradadır, çoxsu işlərdir. 30-dan çoxdur sürücü. Yuxarı hüquq mühafizə orqanlarına müraciət eləmisinizmi? Məsələn, prokurorluğa hamınız birlikdə müraciət etmisiniz? Xeyr, etməmişik. Bəs hara müraciət etmisiniz? Xanım özünə müraciət edirik. Özünə. Gedirik ofisə, Özünə müraciət Sən də edirik, yəsən, göndər, yəsən. ünvanlandırır bizi qayaya. Qaya Respublikanskaya. Deyir get 403-402-ci kabinetə. Get sən ora deyir ki, salam belə xoş gəlibsən. Nəyə gəlmisən? Deyirəm ki, bundan ötəri gəlmişəm. Deyir get bunun Manello MMC şirkətinin rəhbərinə müraciət Rəhbərdir. elə. O da Qurbanəlidir. O da Qurbanəlidir. Bunu hansı quruma Özü deyirsiz, kimə deyir? özü Deyir get nə məhkəməyə nə bilirsən qədər elə. arxayındısa, Ha. adama Get nə dünən bilirsən zəng eləyirik ki, bəs Onun milliyyəti də bəlli deyil, nə bu qədər millətidir? insanın haqqına Milliyyəti girmisən, nədir, bu onun qədər bəlli insanın, deyil. bu qədər sürücünün, bu qədər qazinin haqqına girmisən, bəs olmaz axı Qurbanəli müəllim, bunların adına cərimə yazdırırsan, qazinin birinin əmlakını müsadirə edirsən, sahibkarın birinə deyirsən ki, gəl şəriklik eləyək, sənə burada şərik olacaqsan, 200 min manat pulunu maşınlara tökür, xərclətdirirsən, sonra deyirsən ki, heç bir sənətin yoxdur. Sözlə şərik olub da, adam inanıb ona. Müəllimə. Bəli, sözünə Bəli, inanıb, bizim müdür olub. heç bir sənət olmadan olub Qurbanəlinin özünün yazdığı əl yazma ilə şey olub. İndi də heç harda deyir belə get əlin hara hündürdür necə? Get məhkəməyə müraciət elə. Adam 200 min manatı oradan buradan borc alıb ki, mən iş görəcəm, bu marşrut avtobusları ayağa qaldıracağam. Sən Sübutlarınız varmı ki, Bəli. 200 sizin sübutlarınız var ki, yəni ki Öz yazdıqları. Mənə yazıb 42 min maaş vermişəm. Allah şahiddir də, 1 manat da maaş verməyib. 1 manat. Onun üçün cibim pul yox idi. Onun salika pulunu mən verdim, maşını sürürdü. Əli adında bax, Silesardır. Bu şirkətdə bir Silesar olmayıb. Özü Silesar işləyirdi. Mən gələndən sonra Silesarımda, mexanikimdə hər şeyin qurmuşam. Qaraj müdürünə kimi. Elə bir şərait yaratdım buna. 6 maşını qalmışdı, 31 dayv elədim bunu. Həmin Mamet deyə ki, bizə belə eləyəcək, bizə yaxşı olacaq. Mamet müəllim bizə çox köməklik eləyəcək. Mamet müəllim nə etsə özlərini elədilər bunlar qurbanla buna. Mənim də mənimsiyib pullarımı, mənim də zavoda borcum var. Həmin bu adama 2 il yarım cibimdən maaş vermişəm. Hansı bir adama deyə bilər ki, gəlsin mən ona maaş vermişəm. Heç kimə maaş verə bilməyib. Bu xaltırından belə, katibəsindən belə hamısının maaşını mən vermişəm. Bax belə mənimsiyə gedir. Əlivi də deyən kimi deyir ki, get ver məhkəməyə. Bu məhkəməyə nə qədər xeyinçilik var ki, belə haqsızlığa girir. obyektlərinin, mülklərinin sayı hesabı yox. Adam bu avtobusların adına aldığı cərimələri siz hamınız şikayətçisiniz. Siz də 170 tali avtobus. Bir kəsə maaş verə bilmir. Bir kəsə. Əziz izləyicilər, gördüyünüz kimi haqqında danışılan Mamet müəllim və Qurbanəli bəyin bura qarajıdır. Özünüz eşitdiniz ki, sürücülərimiz hər zaman ümid edib bizi öz yerimizə, öz məkanımıza çatdıran bu avtobusun baxın sürücüləri bugün Mamet müəllim və Qurbanəli bəy tərəfindən aldadıqlarını deyirlər və gördüyünüz kimi sürücülərimiz belə ümumi şəkildə sakit öz aksiyalarını keçirirlər. Biz də buradan yuxarı orqanlara, hüquq mühafizə orqanlarına müraciət edirik. Gördüyünüz kimi sahibkar iddia etdi ki, 200 mindən çox mənə pul bu əraziyə qoydurub, mənə şəriklik təklif edib və mənim pulumu aldıqdan sonra məni şəriklikdən çıxardım. O söyləyib ki, sənin heç bir sənətlə mənim şərikim olmadığın üçün o pulları sənə qaytarmayacağım. Salam əleykum müəllim. Siz burada nə işləyirsiniz? Mənim icazəm var. Buyurun. Siz burada nə işləyirsiniz? Siz burada nə işləyirsiniz? Siz burada nə işləyirsiniz? Qurbanəli bəy nə işləyirsiniz? Mamet müəllimin nə işləyirsiniz? Burada nə işləyirsiniz? Nümayəndəsi. Bu qədər insanlar şikayətçidir. Niyə?
Cəmaət edən şəxsi bizim məlumatımız. Mən bir tərəfli çəkiliş etmək istəmirəm. İstəyirəm açıqlama verəsiniz ki, bu sürücülər niyə şikayətçidir? Bax, bunlar hamısı sürücü deyil. O kişi bilmirsən hansılar? Bilmirsən? Tanımırsan məni? Ben tanımır. Yok. Niyə şikayətçidir sürücülər? Müəllimin adı nədir? O məni tanımırsan. Sürücü kimdir deyirsən? Tanımırsan bunları? Vahid müəllim, bunlar niyə Hara? şikayətçidir? Çölə yox içərdə. Bu qarajın bir sözçüsü kimi, nümayəndəsi kimi Qurbanəli bəyin işçisidir, hə? Qarajın müdürü kimi deyə bilərsiniz. Bu zapças Niyə? Mənim heç bir şeydən məlumatım yoxdur. Məlumatınız bu sürücüləri Belə tanıyırsınız. Sürücüləri tanıyırsınız. Heç birini tanımırsınız. Siz almayıblar bunlar sizdə. Qaraj müdürü kimi bu sürücüləri tanımırsınız siz. Yox, birini tanıdım. Birinizi tanıdı şükür, əl çalın. Ha, çok şükür tanıdı. Gördüyünüz kimi əziz izləyicilər, avtobus sürücüləri, hamınız 170 saylı avtobusun sürücülərsiniz. 170 saylı marşrut avtobusun sürücüləri şikayətçidir. Buyurun. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən xahiş edirik ki, bax qeydiyyatda olan bu avtobuslar aynada hamısı qeydiyyatdadır. Xahiş edirəm xüsusi yoxlama göndərsinlər. Bu avtobusların çoxsu onlarda qeydiyyatda işləş vəziyyətdə gedir və bunların adına pul silinir. Göndərsinlər, görsünlər bunlar nəyin hesabına burada yatır və bunlar bu avtobusların hər birinin hesabına nə qədər pul silinib indiyənə qədər, nə qədər pul mənimsənilib, material ehtiyat hissəsi alınmaq adına, hamısının adına ehtiyat hissələri alınır. Baxın, görün nə vəziyyətdə. Bir dənə kuzası qalıb, hər yerin söküb satıblar. Bir dənə Yerüstü Nəqliyyat Agentliyi, aidiyyatı orqanlar belə şəxsi qarajlarda da yoxlanış keçirsinlər, görsünlər ki, cəmaatı nə cür marşrutlarda, sərnişinləri nə cür marşrutlarda gəzdirirlər, aparırlar. Gündə də bir qəza olur. Niyə qəza olur? Çünki nasaz vəziyyətdədir. Biz Qurbanəli bəy harda görə bilərik? Qurbanəli bəydən necə açıqlama ala bilərik? Hə? Burada oturmur. Mamit müəllimi tanıyırsınız? Tanımırsınız. Harda əyləşir? Əziz izləyicilər, gördüyünüz kimi qarajın müdürü nə Qurbanəli bəyi, nə də Mamit müəllimi tanımadığını dedi. Manello MMC, yəni Qurbanəli müəllimin yazdığı, baxın, Qurbanəli İsmailovun başqa bir iş adamına iddiasıdır, güya 200 neçə min borcu var. Amma halbuki adamın heç bir borcu yoxdur, öz pulunu istəyib, Qurbanəlinin buna borcu var. Adam götürüb pretenziya yazıb ki, sənin mənə 200 neçə min borcun var. Və belə sənədləri də düzəldir, məhkəməyə arxayın olur, nəyinə arxayın olur. Deyir, get ver məhkəməyə. Məhkəmədən qalqaq, hüquq mühafizə orqanı var, təhqiqat var, istintaq var. Bunlara verməmiş, niyə məhkəməyə verməlidir? Bir, ikincisi, cəmaat öz pulunu qoyub, sonra səndən niyə məhkəmə ilə almalıdır ki onu? Bir il bundan qabaq çıxmış sürücünü, sən necə bir il sonra o adama cərimə yazdıra bilirsən? Təbii məsələdir də dövlət yol polisi sorğu göndərir qaraja ki, səndə olan bu avtobusun sürücüsü kimdir? Götürür bir il öncəki sürücülərin adlarını verir. 3000 manat, 600 manat, 800 manat sürücülər hamısı gedib kredit götürüb borc ödəyirlər. Eləmədikləri cərimə. Əziz izləyicilər, gördüyünüz kimi birisi avtobusların yerləşdiyi qarajdayıq. 170 saylı marşrut avtobus sürücüləri aksiya edirlər. Onların şikayətləri Qurbanəli bəydən və Mamit müəllimdəndir. Gördüyünüz kimi qarajın müdürü burada olsa da belə o bu sürücülərin heç birini tanımadığını söylədi. Hətta Qurbanəli bəy və Mamit müəllimi də tanımadığını söylədi. Hal-hazırda burada ciddi iddialar var və biz də öz növbəmizdə çəkib sizə göstəririk ki, gördüyünüz kimi hər zaman insanları getdiyi yerə sağ-salamat çatdıran, gecə-gündüz yatmayan, yuxusuz qalan bu insanlar bunların dediyinə görə şikayətçilərin Qurbanəli bəy və Mamit bəy tərəfindən aldadılır və onlar işdən çıxdığı zaman onların üstünə borc yazılır.